Çünki qadınlar deyinməyindən uzaq olmalıdır yataqda. Həyatının zövqünü yaşamalıdır, özünə fokuslanmalıdır, orqazmla fokuslanmalıdır və yoldaşına fokuslanmalıdır. Cinsi əlaqə zamanı insanlar orqazm haqqında düşünməlidirmi? Bu nə dərəcədə doğrudur və bu ümumi prosesə öz təsirini necə göstərir? Biz məsələn 13 ildir nigahdaıyıq, amma mən artıq o qadından yorulmuşam, heç bir zövq ala bilmirəm. Çünki partnyor olaraq kişi öz dilinə gətirə bilmir ki, qadının istəyini. Hər zaman da qadını günahkar görür. Orqazm olmayan cinsi münasibəti uğursuz cinsi münasibət adlandırmaq olarmı? Hamiləlik dövründə və hamiləlik dövründən sonrakı müddətdə, uşaqda olduqdan artıq sonrakı müddətdə bu cinsi istəksizlik hansı müddəti aşarsa artıq normal qəbul edilmir. Və kişi də burada anlamır ki, onun keçirdiyi bu durumu və durur üstünə gedir, baskı edir ki, sən mənimlə münasibət qurmursan, mən sənə əvəz edici bir insan tapa bilərəm. Yəni uzun müddətli münasibətlərdə tərəflər öz cinsi istəklərini necə normal balansda qoruyub saxlaya bilərlər? Salam. Sağlıq saatına baxırsınızsa saata baxmaya ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamanı sizin sağlamlığınız fonunda dəyər qatırıq. Bugünkü qonağım psixoloq, seksoloq Ləman Telman qızıdır. Salam Ləman xanım, Salam. xoş gəlmisiniz. Çox sağ olun, Dəvətimi qəbul edib gəldiyiniz üçün minnətdaram sizə. Çox sağ olun dəvət etdiyinizə görə. Düşünürəm ki, bugünkü söhbətimiz cəmiyyət üçün kifayət qədər maarifləndirici, öyrədici və informativ olar. İlk sualım ondan ibarətdir ki, münasibətlərdə artıq bir yerdən sonra bildiyim qədərin bəzi partnyorlar arasında, ər-arvad arasında daha doğrusu deyək, cinsi istəksizlik formalaşır. Bu da əlbəttə ki, müəyyən bir stres səviyyəsindən dolayı gəlir. Tərəflər arasında olan bir-birinə qarşı marağın azalması, emosional bağlılığın daha biraz aşağı səviyyəyə düşməsi, rutin halına alması həmçinin cinsi həyatın. Bu artıq iki tərəfdə də müəyyən qədər cinsi istəksizliyə gətirib çıxarır və artıq öncədən məsələn həftədə insanlar bir-biri ilə 2-3 dəfə falan cinsi münasibətdə olurdularsa, artıq bu say düşür ayda bir dəfəyə falan və bu da heç də normal deyil. Həm biolojik tərəfdən insanın bədən inkişafı cəhətdən, həm psixologiya cəhətdən, hər tərəfli olaraq insanın öz sosial yaşayışına da kifayət qədər böyük təsir göstərir. Sualı ümumiləşdirsək, yəni uzun müddətli münasibətlərdə tərəflər öz cinsi istəklərini necə normal balansda qoruyub saxlaya bilərlər? Bu suala belə cavab verə bilərdim ki, birinci uzun il nigahda olduqdan sonra, deyək ki, nigah 10 ildirsə, 10 illik nigahdan sonra təbii ki, artıq müxtəlif zövqlər dəyişməyə başlayır. Qadın işgüzar xanımdırsa və uşaqları da varsa, burada artıq sosial problemləri bunu yüklüyür. İş gərginliyi, stresi, gün ərzindəki uşaqlardan dərs etmələri və s. bu cür problemlər çoxalır və cinsel münasibətə gəldikdə onlar artıq bunu sıfıra salır, bir-birinə qarşı zövqsüz yanaşırlar. Heç bir istək olmur. Kişi də yoldaşına qarşı artıq qaloçka qoymaq üçün bir verifikasiya qaloçkası qoyur və deyir ki, həftədə bir dəfə bunu elədim və salam, mən artıq qadınımı təmin etdim. Bu böyük yanlışlıqdır. Birinci dərəcədə uzun illi nigah dönəmində bir-birinə səmimi olmağa çağırıram mən insanları. Bir-birinin rahat şəkildə səmimi ünsiyyət qura bilsinlər və dediyimiz kimi burada kişinin bir beynində bir fantaziya varsa və yaxud da qadının beynində bir fantaziya varsa, onu performans şəklinə çevirərək bunu yataqda artıq etmək lazımdır. Çünki bəzən kişilər hansısa bir münasibəti yoldaşından qorumaq istəyir. Daha gənc yaşda ailə quranda fikirləşir ki, hələ bu qız uşağıdır, bu bakirədir, bu məndən utanır. Sonra müəyyən vaxtdan sonra qadın hamiləlik dönəmi başlayır, artıq burada cinsi münasibətləri saxlayırlar. Uşaq dünyaya gəlir, artıq libido düşür, zaman uşaqdan daha çox keçirilir və bundan sonraki problemləri gətirib o yerə gəlib çatır ki, uşaq böyüyür, hər bir şey normal şəkildə davam edir, amma cinsel həyatımız sıfıra bərabərdir. Bu zaman artıq kişilər öz fantaziyalarını, öz istəklərini, o abu-havanı qadın üçün yaratmalıdır. Amma burada abu-hava qarşılıqlı olmalıdır. Əgər bu günləri sənin yoldaşın, ərin sənə qarşı bu addım atır, sən üçün xüsusi otağı hazırlayırsa, o otaqda sən üçün xüsusi libası hazırlayırsa, sən üst döndərib desən ki, mən bu libası geyinə bilmərəm, mən səndən utanıram, mən səndən çəkinirəm. Çünki mən bunu pasientlərimə tez-tez rastlaşıram və deyir ki, mən yoldaşıma utanıram. 10 illik ailəsidir, utanıram. Mən onun yanında at paltarında gəzə bilmərəm. Bu artıq sizin öz probleminizdir. Deməli, sizin də cinsel münasibət, seks həyatınız sıfıra bərabər olacaq. Bu zaman qadın da alternativ olaraq öz üzərində işləməlidir, psixoloji tərəfindən və yoldaşına addım atmalıdır. Gələn səfər hansısa bir performans yaratmazsan da qadının da bir fantaziyası olmalıdır ki, bura bir qatqıl qatsın.
Və təbii ki, biz yenə dediyimiz kimi daha öncə də vurğuladım ki, sosial problemlərimizi, gün ərzindəki rutin həyatımızdakı gərginliyi yatağa gətirib çıxartmamalıyıq. Hamısında qadınların dediyi bir söz var. Demək, bu mümkün deyil axı yatağa gətirib bunu çıxartmaya. Gün ərzindəki elə bir şeylər var ki, elə həmən yataqda cinsel proses zamanı, seks zamanı bu yadımıza düşür. Bundan necə mübarizə aparaq? Bu sizin o deməkdir ki, məsələ? məsəl üçün deyək ki, yoldaşı haçansa buna birdən ağır söz deyibdi və birdən-birə o söz yaddan düşdü. Proses zamanı ona qarşı kini qalxır və artıq heç bir Yadındadır sən mənə bunu demişdin. Bəli, həqiqətən də olur. Və orada həmənki zaman artıq o yaddan çıxır ki, bunlar prosesdədir. Həmənki vaxt yaddan çıxır ki, yoldaşına bunlar sevişir. Həmən o söz yaddan düşür və deyir ki, bir dəqiqə dayan, özü bu cür nədir rəftar olunur. Yadındadır sən mənə bu sözü demişdin. Nəyə görə bunu mənə demişdin? Kişi orada gərginləşir, artıq ereksiya sıfıra bərabər olur və özündən çıxır. Və proses yarımçıq qalaraq gedir siqaretini çəkməyə. Məsələn, bununla da iş tamamlandı. Çox gərgin bir həyata keçid alırlar. Və bu təbii ki 10 illik yox, o 20 illik həyatda da bu soyuqluğa gətirib çıxardacaq və 1 illik həyatda da bu soyuqluğa gətirib çıxardacaq. Çünki qadınlar deyinməyindən uzaq olmalıdır yataqda. Həyatının zövqünü yaşamalıdır, özünə fokuslanmalıdır, orqazmla fokuslanmalıdır və yoldaşına fokuslanmalıdır, partnyoruna. Həmçinin kişilər həmənki an hər bir şeyi yadından çıxartmalıdır, rahat şəkildə özünü düşünməlidir, orqazma yoldaşını və özünü çatdırmağı düşünməlidir və cinsel münasibətdən zövq almalıdır. Çünki 24 saatımız var gün ərzində. 20 dəqiqəsi bizim cinsel münasibətimiz cəmi vaxt çəkəcək. Qalan saatları biz sosial problemlərimizi yeni həll edə bilərik. Bu onların uzun ömürlü münasibətdən saxlanması, qorunması bundan irəli gəlir və saxlaya bilərlər. Və burada da yenə də vurğulanıram, doğmalıq hissi də var. Bəzən partnyorlar 10 ildə ailəlidir və ya da 15 ildə ailəlidir, doğmalıq hissini yaradırlar. Empatiyaları çox güclənir, dost kimi bir-birini başa düşürlər, gözəl dostdular, gözəl partnyordular, amma gözəl həyat yoldaşı deyirlər və cinsel partnyor da deyirlər. Çünki burada o istiqamətdən funksiyalar, rolları sıfıra gəlib enir. Çünki həyatda o qədər hər bir şey bərabər addım atıb işlərini görürlər və ya da kişi qadın öz yerini səhv salır, kişi ev işlərində dəstək olur qadına, qadın çöl işlərində dəstək olur və bir-birinə də cinsel zəifliyi də buradan irəli gələ bilər. Bəs partnyorlar necə etməlidir ki, uzun müddətli münasibətlərdə cinsel həyatın keyfiyyəti itməsin, yəni cinsel həyatın keyfiyyətini qoruyub saxlaya bilsinlər? Burada yəni hansı psixoloji dəyişikliklər olmalıdır? Ümumiyyətlə cinsel həyat, cinsel münasibət evli partnyorlar arasında həftəlik neçə dəfə olmalıdır, yəni neçə dəfə olması daha doğrusu uyğundur. Amma dediyim kimi də müəyyən bir əlbəttə ki kota var ki, o kvotanı artıq aşdıqda insanlarda istər-istəməz cinsi istək formalaşır. Çünki artıq dopamin səviyyəsini pozursan. Nəticə olaraq sual ondan ibarətdir ki, bəs cinsel həyatın keyfiyyətini necə qorumalıdır partnyorlar? Daha öncə vurğuladığımız kimi cinsel münasibət zamanı fantaziyaları əlavə etmək vacibdir. Çünki uzun müddət ilişki zamanında artıq bir-birindən rahat şəkildə, açıq şəkildə danışmaqları bu vacibdir. Bu birinci olan məsələdir. İkincidə gün ərzində rutin həyəcanlarını, yorğunluğu, evdə yüklənmələri qadının, kişinin çöldə yüklənməsini bir-birini anlayışlı şəkildə qarşılamalıdırlar. Məsələn, yoldaşı partnyoru evə yorğun gəlir və artıq axşam saatları qadın cinsel münasibətə keçid almaq istəyir. Kişi yorğundur, bunu istəmir və beynində də qadın artıq səhər tezdən planlaşdırıb axı ki, axşam gəldi biz cinsel münasibətə keçid alacağıq və kişi bunu istəməyəndə və ya da kişi səsləndirəndə ki, mən sabahları səhər sənə münasibəti qurmaq istəyirəm. Qadın deyir ki, yox, mən səhərləri yatıram. Bu artıq evdə böyük bir problemə düçar olunur. Çünki qarşı tərəf bir-birini başa düşmür. Bu da uzun ilişkidən sonra problem yaradır. Daha öncəki ilişkilərdə, yəni 10 ilə qədər nigahda olan insanlar hardasa alternativ bir yol tapırlar. Okey, yəni yoldaşım səhər istəsə səhər olsun, axşam istəyirsə axşam. Amma müəyyən vaxtdan sonra o doğmalıq, empatiya güclü olur, dostluq münasibəti olur. Bir-birini ərk eləyə də bilirlər. Yox deməyə artıq bacarmağa başlayırlar və qadın istəmir və yaxud da ki, kişi axşamlar yorğun olanda qadın bunu başa düşmür və ya da əks olur ki, qadın uşaqla da balacı körpə uşağıdır, onun libidosu düşür, serotonin dopaminə də düşür. Çünki bütün günü evdə körpə ağlayan bir uşaq qucağında və kişi də burada anlamır ki, onun keçirdiyi bu durumu və durur üstünə gedir, baskı edir ki, sən mənlə münasibət qurmursan, mən sənə əvəz edici bir insan tapa bilərəm. O zaman başa düşəcəksən ki, mənə necə sən ağrıdırsan, incidirsən. Və mən burada deyirəm ki, orta bir qızıl nöqtə tapmaq lazımdır. Siz bir-birinizdən müxtəlif formada zövq almalısınız. Tamam, yəni axşam kişi cinsel münasibətə keçid almaq istəmirsə, yorğunsa, biz bilirik ki, səhər ereksiyası kişidə daha yüksək
olur. Qadınlarda düzdür, yuxu hormonu melatonin həmənki vaxtda daha yüksək olsa da, amma qadın gecə normal saatda yuxunu yatsa, səhər 6-7 məsəl üçün radiyalında yuxudan durub, əl üzünü yuyaraq o dopamini beynində, serotonini oyadıb və münasibətə keçid ala bilər. Və ən gözəl, mükəmməl bir cinsel münasibəti səhər qurmağı həqiqətən də pozitivlik yaradır, gərginliyi üstündən götürür, bütün gün ərzində rutini həyatımızı düzgün istiqamətdə qurmağa çalışırıq ondan sonra və partnyor həm kişi, həm qadın, yəni yorğun olmayan halda münasibəti qurub və ilişkisini burada da saxlaya bilirlər. Əsas birinci lazım olan seksdə psixologiya bir-birini anlamaq, anlayış. Anlayış olduğu zaman hər bir şeyi biz istədiyimiz tərəfdən, istiqamətdən qura bilərik. Fantaziyalarımız olmalıdır. Münasibətdə bir-birimizə hörmət olmalıdır. Sevgi müəyyən vaxtdan sonra hörmətə çevrilir, diqqətə çevrilir, qayğıya çevrilir. Amma bir-birimizə anlayış bu bir ömür boyu davam edir. Bayaq hamiləlik mövzusuna da toxundunuz. Burada belə bir sual ağlıma gəldi ki, hamiləlik dövründə və hamiləlik dövründən sonraki müddətdə, uşaqda olduqdan artıq sonraki müddətdə istər-istəməz partnyorlar arasında cinsi istəksizlik formalaşır. Bu cinsi istəksizlik hansı müddəti aşarsa artıq normal qəbul edilmir və bu problemi ümumi olaraq necə həll etmək olar? Bu sualı mən birinci konkret cavab verim. Çünki hamilə xanımlar da bizə baxacaq və təbii ki, hamiləliyə hazırlaşan xanımlar da bizə baxacaq. Onlara burada vurğulamaq istəyirəm ki, əgər heç bir patoloji problem yoxdursa hamiləliyimiz dövründə, yəni uşaq ana bətnində normal inkişaf edirsə və heç bir suda dəyişikliklər yoxsa, patoloji problemimiz olmadığı zaman son aylarımıza qədər cinsel münasibətə davam edə bilərik. Bəzən sual verirlər ki, Ləman xanım, məsəl üçün cinsel münasibətimiz bir də görürsünüz ki, 40 dəqiqə davam edir. Mən çox qorxuram, təşviş keçirdirəm ki, uşağa plasentaya bir şey olar, xəsarət yetirərik və açılış olar. Əgər yenə dediyimiz kimi ginekoloqumuz icazə verirsə cinsel münasibəti davam etməyə və heç bir patoloji problem yoxdursa, siz 9 ayının sonuna qədər davam edə bilərsiniz. Problemimiz yoxdur. Uşaq dünyaya gəldikdən sonra burada artıq iki kateqoriya bölünür. Təbii doğuş və keysəriyyə doğuşu. Keysəriyyə doğuşu biraz daha uzun proses sürür. Çünki əməliyyatdan dünyaya uşaq gəlir, əməliyyat yerinin sağalması, matkanın yığılması bunlar zaman çəkir. Təbii doğuşda bu daha tez yığılır. Çünki heç bir kəsik yoxdur. Rahat şəkildə qadın toparlana bilir. Sadəcə burada bir nüans var ki, estrogen hormonlar həmənki vaxt yüksək formada inkişaf edir. Prolaktin qanda qalxır. Çünki ana süd vəzinə süddə olur. Prolaktin ona görə yüksək olur və qadında libido sıfıra bərabər olur. İstəksiz yanır. Bununla da yanaşı ilk dəfə ana olan qadınlar yuxusuz gecələri başlayır, dopamin qanda düşür, serotonin düşür, daha çox yuxuya ehtiyacı olur və burada da partnyorlara mən kişilərə üz tutub xahiş etmək istəyərdim ki, yoldaşınızı anlayışla qəbul edin və ən azı 2 gündən bir olsa belə gecələr uşağı yuxudan durub ana süd əməyə duranda siz ona dəstək olun və o zaman siz görəcəksiniz ki, qadının nə qədər libidosuna dəstək olub bu qadını yenidən əvvəlki vəziyyətə çatdıra biləcəksiniz. Bu qadın yüklənməsindən irəli gəlir. Əgər problemimiz 3 aydan sonra davam edir və qadın 3 aydan 6 ay arasında konkret olaraq inkar eləyirsə və cinsel münasibəti yoldaşına, partnyorla girmək istəmirsə və yaxud da ki, münasibət qurduğu zaman özünü zorlanmış hiss edirsə, özünü məcburi bunu hiss edir və quruluq hissi yaşayırsa, o zaman mütləq şəkildə birinci ginekoloqa müraciət olunmalıdır. Ondan sonra heç bir patoloji problem, fizioloji problem olmadığı zaman seksoloqa, psixoloqa müraciət etmək lazımdır. Çünki artıq burada psixoloji nüanslar gəlir, ya hardasa qırğınlıq olubdur yoldaşına qarşı, istəksizliyi verir və yaxud da ki, doğuş zamanı aldığı bir travmalardan irəli gələn istəksizlik yaradır. Keçid alaq biraz da orqazm məsələsinə. Orqazm olmayan cinsi münasibəti uğursuz cinsi münasibət adlandırmaq olarmı? Və əlavə olaraq da bioloji və emosional müəyyən bir fərqliliklərdən dolayı bildiyimiz kimi kişi daha tez, qadın isə nisbətən dəqiqə aralığına görə daha gec orqazm olur. Bu təqdirdə cütlüklər arasında olan emosional yaxınlıq orqazmın müddətinə və keyfiyyətinə nə dərəcədə öz təsirini göstərir? Partnyorlar münasibət quranda nə istəyir? Konkret orqazm olmaq, yoxsa cinsel münasibətimizdən zövq almaq? Çünki cinsel həyatımız çox vacibdir. Cinsel həyatımıza mən bəzən pasientlərə deyirəm ki, zövq kimi baxın, bir ondan zövq almağa çalışın, qida kimi baxın ki, bu bədənimin tələbatıdır, bu vacibdir. Biz ümumiyyətlə cinsel münasibətdə nə istəyirik? Kişi olaraq və yaxud da qadın olaraq fərqi yoxdur. Nə istəyirik? Mən sırf orqazm mı istəyirəm? Evakuasiyanı çatım və mən orada orqazm hissini yaradım. Yoxsa mən ondan zövq alım və bu prosesi davam mı etdirim?
Orqazm vacibdirmi və olmalıdırmı sualı bunu belə cavab verim ki, qadınla kişi var ki, cinsel həyatından zövq alır. Heç orqazm olmasa belə onu narahat etmir, amma ondan o qədər zövq alır ki, onu kifayətlənə bilir. Və kişilərdə boşalma və orqazm bunlar fərqli nüansdır. Boşalma deməkdir sperm çıxır və kişi boşaldı. Orqazm isə sperm çıxmadan da kişi orqazm olur və ondan sonraki dövrdə sperm çıxmayasa da belə o artıq o istədiyini nail olur. Yəni tamamlanır bədəndəki istək. Və partnyorlar arasında bu problem yarananda ən çox da bugünkü günü anorqazmiya qadınlar arasında yaşanır. Qadın ailə qurur, birinci qız uşağıdır. Bu heç vaxt cinsel münasibətdə olmayıbdır. Bizim ölkədə bu tabudur. Ailə qurur, münasibət yoldaşla qurur. Başdan ailə qurub münasibət qurduğu zaman ümumiyyətlə bilmir orqazm nə hissidir. Müəyyən vaxtdan sonra məsələn elə qadın var ki, 3 il 4 ildən sonra ana olduqdan sonra orqazm hissini yaşayır və həmənki vaxtda düşünür ki, panik atak keçirtmişəm, qıc olmalar başlayır. Bir neçə dəfə seansda konsultasiya ediblər ki, Ləman xanım münasibətdən sonra mən panik atak olmuşam, mən az qalıb dilim qatlansın, bədəmdə titrəmə, uyuşmalar verdi. Mən izah edirəm ki, sizə təbrik edirəm. Bu sizin ilk orqazmınızdır. Siz orqazmınıza nail oldunuz. Bəylərimizdə də belə nüans var ki, birinci yoldaşınla istədiyini alır, kifayətlənir. Müəyyən dövrdən sonra yoldaşının hansı bir başqa bir performans gözlədiyi zaman çalışır ki, daha yarki, daha rəngli bir orqazma nail olsun. Həmənki vaxtda da natamam onlarda bir ilişki yaranır və ehtiras onlarda sönür və yoldaşına deyir ki, mən bunu istəyirəm. Qarşı tərəfdə heç vaxt bunu etmədiyinə görə partnyoru və qarşılıq verə bilmir. Verə bilmədiyi zaman kişidə ereksiya düşür və yaxud da ki, o bir söz var, paputi orqazm oldu və paputi orqazm olur. Ya öz yoldaşından orqazm oldu, ya masturbasiya eləyərək orqazm oldu. O hiss yaranır. Yəni artıq cinsel münasibətdən zövq almır. Burada da orqazm pozuntusu yaranır. Artıq kişi biləndə ki, partnyoruna istədiyimi ala bilməyəcəm yoldaşımdan və onunla münasibətə indi girməliyəm. O düşünür ki, ya masturbasiya etdim, buna nail oldum və yaxud da bunu etdim. Buna kifayətlənir. Bundan əlavə də sual çıxır ortaya ki, həftədə və yaxud da ki, neçə dəfə bunlar cinsel münasibətdə olmalıdır. Gənc yaşda insanlar hər gün münasibətdə olması üçün müsbətdir. Amma yox, iş gücü yüksək olur. Zaten biz işdə işlədiyimizə görə gün sonu hamımız yorğun oluruq evə gəldikdə. Rutin həyatımız da bizim var. Ona görə həftənin bir 3 günü gənc insan cinsel münasibətinə zaman ayırsa, onu da istədiyi kimi gözəl, rəngli şəkildə münasibətə keçid alsa və istədiyi kimi də orqazm olacaq. Burada kişilərdə də qadınların da öz üzərinə düşən yük var ki, egoist kimi bir-birinizə yanaşmayın. Hər kəs öz ehtirasını özü üçün təmizləsin ki, mən qarşı tərəfdən nə istəyirəm? Yüksək bir performans istəyirəmsə, onda mən də o yüksək performansa bir addım atmalıyam. Kişi addım atdığı kimi. Əgər yox, mən ona istədiyini verə bilməyəcəmsə və o da istədiyimi mənə verə bilməyəcəksə, heç onu onda beynimizə gətirib o sualı bir-birimizi diksindirib, bir-birimizi yormuyor. Bəli. Və bunun üçün də elə bir pasiyentim olubdu hətta konsultasiyalarda ki, yaxınlaşan deyibdi ki, biz məsələn 13 ildir nigahdaıyıq, amma mən artıq o qadından yorulmuşam, heç bir zövq ala bilmərəm. Çünki partnyor olaraq kişi öz dilinə gətirə bilmir ki, qadının istəyini. Hər zaman da qadını günahkar görür. Amma qadını konsultasiyaya dəvət etdiyində görürəm ki, kişi cinsel münasibətdə sevişməyə başlamamışdan öncə həmən cinsel münasibətə keçid almaq istəyir. Qadında da biz o necə vurğunladınız ki, kişinin birinci mərhələdə kişi tez ehtiraslanır və tez sönür, qadın gec ehtiraslanır və gec sönür. Buna qayıtdıqda kişi orada həmən prosesə keçid almaq istəyəndə qadında ani orqazmiya yaradacaq. Çünki birinci qadın üçün vacib olan ön sevişmədir. Ön sevişmədən sonra cinsel münasibətdir. Çünki ön sevişmə olmadığı zaman o bir dırnaq çərçivəsində hazırlıq mərhələsi. O olmadığı zaman qadın orqazm ola bilməyəcək. Çünki partnyorundan zövq ala bilməyəcək. Onun erogen zonalarına kişi toxunduqdan sonra artıq qadın da hazır olduqdan sonra kişinin orada 3 dəqiqə boşalması və ya 10 dəqiqə boşalması heç bir problem yaratmayacaq. Çünki qadın istədiyini öncədən alacaq. Gözəl. Son sualım da ondan ibarətdir ki, ümumiyyətlə cinsel orqazm zamanı insanlar orqazm haqqında düşünməlidirmi? Bu nə dərəcədə doğrudur və bu ümumi prosesə öz təsirini necə göstərir? Orqazm haqqında düşünməlidirmi? Zaten gün ərzində insan dünyaya gəlib və yetkinlik yaşına gəlib çatdıqdan sonra hər bir gənc orqazmını düşünür.
Amma bu düşünürəm ki, müəyyən bir dövrdən sonra bu bir uşaqlıq fikri kimi onlarda qalır, yeniyetməli fikri kimi. Çünki normal partnyorunla həftədə 3 dəfə, 5 dəfə cinsel münasibət yaşayan insan burada artıq orqazmı düşünməməlidir. Əgər bir insan ayda bir dəfə münasibətə girirsə, onda egoist kimi ancaq orqazmını düşünür, ancaq özünün təminatını düşünür və tez boşalmasını düşünür. Amma həftəlik rutin olaraq 3 dəfə, 5 dəfə münasibət quran insan orqazm haqqında ümumiyyətlə düşünməməlidir. Ancaq cinsel münasibətindən və partnyorundan zövq almalıdır və partnyoruna da zövq verməlidir. Bu hər ikisinə aiddir. Həm qadına, həm kişiyə. Çünki biz burada egoist kimi başlasaq düşünsək ki, mən münasibətə keçdim və həmən orqazm olmalıdır. Bu səhv düşüncədir və ondan da heç vaxt nə kişi, nə qadın zövq almayacaq. Orqazmı düşünmək, cinsel münasibətə ehtiyac yoxdur. Siz onu axarına buraxmalısınız, sevişmə prosesinə önəm verməlisiniz. Gün ərzində zaten yorğun gəlirsiniz, onunla zövq alaraq dopamininizi, serotonininizi yüksəldir, bir-birinizdən doyun, bir-birinizə zaman ayırın, cinsel münasibət zamanı bədəni belə tanıyaraq zövq almalıdır və bundanki dönəmdən sonraki o proses davam etdiyi, zaten siz orqazma gəlib nail olacaqsınız. Bəli, elə zaman olur ki, kişilərdə deyək ki, həftədə 3 dəfə münasibət qurduğu zaman bir dəfə onlar orqazma nail olmur və orqazm olmadığı zaman boşala bilmir. Həmən panika olur ailədə, həmən müraciət edir həkimə, androloqa, seksoloqa, mən boşala bilmədim, bu artıq böyük bir problemdir, yoldaşımla münasibət zamanı sanki yarımçıq qaldı, sonra mən masturbasiya ilə özümü boşaltdım, həmən panik edir. Biz burada ona cavab veririk ki, bu nevroloji bir halda ola bilər ki, sənin gün ərzində hansısa bir stresin, hansısa bir gərginliyin, xroniki bir depressiyanın olduğu əsasında sən boşalıb orqazm olmaya da bilərsən. O deməli deyil ki, sən artıq problemli bir insansan, güsürlüsən və s. ki, ananorqazmiyan başlayıbdır. O deməkdir ki, sadəcə həyat rejimini, rutin rejimini bərpa eləməyə çalış, özünə zaman ayır, qidava zaman ayır, normal bir həyat rejimi yaşa, o zaman hər bir şey normal şəkildə qaydasına düşəcək. Çox gözəl söhbət alındı Ləman xanım. Dəvətimi qəbul edərək iştirak etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm insanlar da, izləyənlər, cəmiyyətimiz bu verilişdən öz ölçülərini götürərlər və maariflənərlər. Mən də sizə təşəkkür edirəm dəvət etdiyiniz üçün və xalqımızı maarifləndirmək bizim borcumuzdur. Ümid edirəm ki, xalqımız maariflənəcək və ətraflı bir suallar olacaqsa rahat şəkildə verə biləcəklər, utanmayacaqlar. Çünki mən daha çox pasientlərdə bunu görürəm ki, utanç hissi çox olur, problemləri var. Bu problemləri daxildə bastırıb kölgədə qoymağa çalışır və müraciət etmirlər. Bu podkastları çəkərək siz insanları maarifləndirmeniz o qədər gözəldir və gözəl bir savab qazanırsınız ki, ailələrin təməlini bərk qurursunuz və ailələrin dağılmamasına imkan yaradırsınız. Sizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Bugünkü qonağımız psixoloq, seksoloq Ləman Telman qızı idi. Videonu bəyənməyi, fikirlərinizi şərh bölməsində qeyd etməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatı. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.